Ermənistan Azərbaycanlılara qadağa qoya bilər. Belə ki, güclü Ermənistan blokunun lideri, erməni əsilli Rusiyalı milyarder Samvel Karapetyan hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanlılar barəsində yeni qanun qəbul edəcəyini deyib. Today Press TV xəbər verir ki, Karapetyan 300 min azərbaycanlının Ermənistana qayıtmasını təhlükə hesab edir. Söhbət öz yurdundan deportasiya edilmiş qərbi azərbaycanlılardan gedir. Soydaşlarımızın evlərinə qayıdışı Azərbaycan-Ermənistan sülh prosesinin tərkib hissəsidir və gələcəkdə qayıdış məsələsi dinc şəkildə baş tuta bilər. Karapetyanın təmsil olunduğu revanşistlər isə buna qarşı çıxırlar. O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak və torpaq sahəsi almaq istədiklərini iddia edir. Hərçənd bu qeyri-realdır. Azərbaycanlılar Ermənistanda hansısa daşınmaz əmlak almaq yox, qovulduqları evlərinə qayıtmaq istəyirlər. Karapetyan isə belə iddia ilə seçki prosesində hakimiyyətə qarşı mənfi rəy yaratmağa çalışır. Milyarder bildirib ki, hakimiyyətə gələrsə qanunvericiliyi Azərbaycanlıların Ermənistanda daşınmaz əmlak və ya torpaq sahəsi almasını qadağan edən düzəlişlər əlavə edəcək.